Dışa hazırlıklar devam edir. Bu defa ise içi doldurulmuş biber turşusu hazırladım. Bize lazım olacak kelem, kök, kırmızı biber, yaşıl biber, cevher ve sarımsak. Gördüğünüz qaydada biberlerin için temizleyip azca duz vurup her birini bu qaydada koyuram ki suyun salsın. Daha sonra içliği hazırlayıram. Biberleri gördüğünüz formada doğrayıram. Kökü ise rendeden geçiririm. Cevherini doğrayıp sarımsağı da ezerek her birini doğrayıp acı biber de doğradıktan sonra her birini nazikçe doğradığım kələmin üzerine əlavə edirəm. Üzerine de duz əlavə etdikdən sonra yaxşıca qarışdırıb 5-6 saat biberləri də içliyi də gözlədirəm ki suyun salsın. Üst formada biberlərin içinin suyun, içliyin də suyun eyni ilə sıxır. Qab əlavə edib biberlərin içini doldururam. Daha sonra hazırlayacağım bankaya yığıb marinat hazırlayıram. Şəkəri, duzu və sirkəni. Üzərinə də suyu əlavə edib ocağa qoyub qaynadıram. Tam soyuduqdan sonra marinatı biberlərin üzərinə əlavə edirəm. Hazırlayacağınız ən ləzzətli biber turşusu olacaq. Dadlı reseptlər üçün izləmədə qal. Hələlik.